Mən Kərimova Mehriban Şıralı qızı, Neftçala rayon sakiniyəm. 2010-cu ildə qaraj yeri aldım bələdiyyədən. 2011-ci ildə Rüstəm müəllim, təzə başçımız gəldi. Memarımız Tahirov Rüstəm müəllim. Mən sənədimi apardım, bələdiyyənin sənədini ki, mən belə bir qaraj yeri götürmüşəm. O bələdiyyənin sənədinə baxıb, dedi bu düzgün deyil. Bizim verdiyimiz sənəd düzgün olacaq. O mənə bu sənədi gəldi, Tariyel Nağıyev, onun köməkçisidir, çertoş çəkəni idi. Gəldi, onlar mən üçün bu yeri ölçdülər. Mən buracanda ona müraciət elədim ki, Rüstəm müəllim, mən yaş keçib, yaşlaşmışam, 5-ci mərtəbədə oluram. Mənə oradan bir dənə də belə ələvi kimi tikmək üçün. O da dedi ki, problem deyil. Onu da çertojunu çəkib burada arxada, məndən $2500 pul aldı. Neçə il keçəndən sonra, özü də mənə buracanda dedi ki, mən ona müraciət edim, Rüstəm müəllim, birdən bir sökülər eləyərdin, nəsə olsa, plana düşsə, bu necə olar? Dedi, narahat olmayla, sənin yerin plana düşməyəcək. Neçə il keçibdi? 2016-cı ildir bu. Mən şəhərdəyəm. Çörək pulumun dərdinə mən didərgin düşmüşəm evimdən, eşiyimdən, Bakıdayam, orada işləyirəm. Mənə qonşu zəng edib deyib ki, icra başçısı gəlib İsmail müəllim, sənin qaracını sökürlər. Bələdiyyənin nümayəndəsi Qadir, Cəfərov Qadir, danışmışam onunla, mənə deyib ki, Mehriban, başçı dayanıb burada ki, qaracın sökülür. Özü də deyir ki, bunun sənədi yoxdur, təzə tikilib. Qonşumdan da bir ağsaqqal kişi deyib ki, bu qaraj 10 ildir tikilibdir. Deyib ki, yalan danışırsan, ağsaqqal kişisə niyə yalan danışırsan ki? Orada çox adam deyib ki, bu köhnə tikilibdir. Xülasə, mən gəldim. Gəldim, gördüm ki, qaracım yerinə yeskan olunurdu. Mənim qarajımın içində çox uşağımın aparaturaları var idi, 9000 manat dəyərində. Mən getdim icraya. İcradan heç kəsi tapmadım. Zəng elədim Tariyel Nağıyevə. Dedim, Tariyel, hal qəziyə belə. O da mənə deyir ki, mənim bundan xəbərim yoxdur. Zəng elədim keçmiş memarımız Rüstəm müəllimə. Hal-hazırda o rayonda yoxdur. O da dedi ki, mənə pulu vermirsən, mən atqaz getmirəm. Mən o pulu almışam səndən. O pulu da mən icra başçısına İsmail müəllimə vermişəm. Harada get şikayət eləsin dedi. Mən də dedi, sənin arxındayam. Mən pulu İsmail müəllimə vermişəm. İsmail müəllimi gördü. Mənə İsmail müəllim dedi ki, yalan danışırsan, 6 aydır bu qaraj tikilib. Mən də ona dedim ki, İsmail müəllim, bu sənədi Rüstəm müəllim verin mənə. 6 ay bundan qabaq mən Rüstəm müəllimi harada görmüşəm? Rayonun memarı o deyir ki, başqasıdır. Mən 8 aydır rayonda yaşamıram, Bakıdayam. Bəs mən nətər olur ki, mən evdə yoxam, məndən xəbərsiz gəlib görürəm ki, mənim tikilən qaracım sökülübdür. Mən İsmail müəllimi görüşdüm, gördüm onu. Dedim, İsmail müəllim, bəs mən $2500 pul vermişəm. Dedi, mənə verməmsən ki, kimə vermişsən, get ondan al. Mən də ona müraciət edim, bəs bu sənədi süzsüz verilir mənə. 4000 manatda qaracımın tikilməyinə xərc çəkmişəm. Dedim, bəs mənə deyən ziyanı kim ödəməlidir, İsmail müəllim? O da dedi ki, narahat olma, sənə yer veriləcək, köməklik eləyəcək. Mənə heç kəs kömək eləməyəcək. Mən onu gözəl bilirəm. Mən hörmətli prezidentimizə də xahiş edirəm ki, mənim bu müraciətimə baxsın. Mən prezidentimizdən Allah ona uzun ömür versin, can sağlığı versin. Mən onu şəxsən öz adından dəstəkləyirəm. Bizim prezidentimiz ölkəmizin başçısıdır. O təkdir, amma bizlər çoxuq. Mən ondan yenə də dönə-dönə xahiş edirəm. Çox xahiş edirəm ondan ki, mənim bu müraciətimə baxsın.